Salam əziz şagirdlər. Bugünkü video izahımda natural ədədlərin mövzu sınağı nömrə 1, yəni birinci sınağı izahını verəcəm. 9 və 10-cu siniflər üçün vacib olan sual tiplərdir. Bu sınaqda hal-hazırda son suallarda əkyob əbəbu aid olan 3 dənə sual izahı var. Amma qalanları ancaq qalıqlara aiddir. Növbəti sınaqda isə ikinci sınaqda natural ədədlərin digər bölmələrinə aid sualların izahını verəcəm. Deməli, birinci sualdan başlayaq. AB 500 AB 379 bunlar onluq say sistemində olan ədədlərdir. AB-yə mən A-ya 100A, üstəgəl 11, üstəgəl 5, üstəgəl 10A, üstəgəl B bərabərdir 379 kimi yazıram. Buradan alır 110A üstəgələk 11B bərabərdir. 5'i digər tərəfə keçsəm 379 çıx 5 374. 11'i çıxarsam mörtəzə xaricinə 10A üstə gəlsin B 374. Buradan 10A üstə gəlsin B bərabərdir 374'ü 11'e bölsək olar 34. Bunu da biz bilirik ki buradan AB 34'e beraberdir ve onda A olar 3, B olar 4, cəmi isə 7'ye beraberdir. Birinci sualın cevabı 7. İkinci sualda A ve B natural ədədlərdir. A kvara çıx B kvara 29 olarsa 2A üstəgəl B cəmini tapın. Deməli, A kvara çıx B kvadratın biz açılışını yazsaq, A çıx B, A üstə gəlsin B bərabərdir 29. Və buradan əgər 2 natural ədəd və 2 natural ədədin fərqi və cəminin hasili sadə ədəddirsə, yəni 2 vuruğun hasili sadədirsə, vuruqlardan biri 1'ə, biri isə ədədin ilə özünə bərabərdir. Biz buradan 2 natural ədədin fərqidirsə, deməli biz A çıx B-yə 1 kimi, A üstəgəl B-yə 29 kimi baxacaq. Sistem tənliyi həll eləsə alt-altı toplasam 2A bərabərdir 30, A bərabərdir 15 alarıq. Buradan B-ni də tapmaq olar. Buradan da B bərabər olur 14'e. Bizdən 2A üstəgəl B cəmini soruşur. 2 vurulsun 15 üstə gəlsin 14. Deməli 30 üstünə 14 gələndə 44 cevabımız olur 44. Belə. A'nın neçə qiymətində 327A 4 rəqəmli ədədi 18'e qalıqsız bölünər. Deməli biz 4 rəqəmli ədədin 18'e qalıqsız bölünməyə üçün bilməliyik ki, burada 18'e bölünmək üçün ədəd 2'yə və 9'a bölünməli. Deyə bilərsiniz ki, müəllim 3'ə və 6'ya da bölünür. Yəni biz elə bir ədədlər seçməliyik ki, onlar qarşılıqlı sadə ədədlər olmalıdır. 2'yə bölünməsi üçün A ədədi cüt ədədlər olar. Yəni cüt ədədlər sırasında deyək 0, sonra 0'dan qutarar 2, 4, 6 və 8. 9'a bölünməsi üçün rəqəmlərin cəmi 9'a bölünməlidir. Toplasaq 3 üstə gəlsin 2 üstə gəlsin 7 üstə gəlsin A bərabərdir 10, 12 üstə gəlsin A. 9'a bölünməsi üçün burada biz hansı ədədlər qoya bilərik? Məsələn 0'ı qoysaq 12 eləyər, ödəməz. 2'ni qoysaq 14 olar, ödəməz. 4'ü qoysaq 16 edər, ödəməz. 6'nı qoysaq 18 olar, ödəyər. 8'i qoysaq 20 olar, ödənməz. Deməli bir dənə qiymətində 18'e qalıqsız bölünər. Yəni cavab olaraq soruşsa altını yazacaqsınız.
A'nın neçə qiymətini soruşduğu üçün bir dənə qiymətini. Hasilinin 3'ə bölünməsindən alınan qalığı tapın. Deməli, şagirdlər, biz bu məsələdə düşünməliyik ki, hər hansı bölünmə əlaməti varsa, yəni biz həmin bölünmə əlamətinə özəl yanaşmalıyıq. Yəni düşünməyək ki, bütün bölünmə əlamətlərində sonuncu rəqəm və yaxud da başqa bir şey. Yəni sonuncu rəqəm məsələsi 10'a bölünmədə, 5'ə bölünmədə alına bilər, amma bütün bölünmələrdə alınacaqmı? Xeyr, elə bir anlayış yoxdur. Bəs hasilinin 3'ə bölünməsindən alınan qalıq. 3'ə bölünmə əlamətindən biz bilirik ki, 3'ə bölünməsi üçün rəqəmlərinin cəmi 3'ə bölünməlidir. İndi biz baxaq görək. Birinci bu ədədin 3'ə bölünməsindən qalıq nə qalır? 5'in üstünə 7. Bu ədədin 3'ə bölünməsindən qalığı hesablayaq ki, 3'ə bölünməsindən qalıq nə qalır? 5'in üstünə 7 gəlir 12. 12'in üstünə 6, 18. 22. 24, 32. Birinci ədədin cəmi 32 oldu. 32'nin 3'ə bölünməsindən qalıq qalır 2. Vurulsun. İkinci ədədin 3'ə bölünməsindən deməli 3'ün üstünə 7 gələndə 10. 10. 2'nin üstünə 1 gələndə 3. Deməli, 3-cü ədədin rəqəmlərinin cəmi olduğu 20, 23. 23'ün 3'ə bölünməsindən qalıq. 3'ə bölünməsindən 7, qalıqda qalır 2. İkincidən də 2 qalar. 2'ni 2'yə vuranda 4. 3'ə bölünmədən qalıq 4 qala bilməz. Elə yenidən biz qalıqların hasilini 3'ə bölürük. 1, qalıqda qalar 1, cavabımız olar 1. 5-ci sualda A natural ədədi 5'ə böldükdə qalıqda 4 alınır. A kvadrat üstə gəlinsin 10A üstə gəl 4 ədədinin 5'ə böldükdə qalıqda neçə alınır? Deməli, A natural ədədini 5'ə böldükdə qalıqda 4 alınır deyirsə, elə sən A natural ədədini 4 götürə bilərsən. Məsələn, çox vaxtı 5'ə böldükdə qalıqda 4 alınır deyib biz 9 və yaxud da biraz böyük ədədlər götürüyor. Onlar məsələn bu hesablarda bizim üçün böyük rəqəmlərə gəlir çıxır. Elə 4'ün özünü götürə bilərsən. Çünki nəticə etibarilə bölünmədən məsələn 4'ün 5'ə bölünməsindən qalıq elə 4'ün özünə bərabərdir. Ona görə məsələn tutalım ki, belə bir şey deyim. 15'in 2'yə bölünməsindən məsələn çubuqlu bölmə ilə bölsək 15 bölünsün. Belə deyim sizə göstərim. Məsələn 15 bölünsün 2. 7 tam 2 qalıq hara qalxdı? Sürətə. Burada elə 4 bölünsün 5 sürətdəki ədəddir 4. Deməli elə qalığı 4 götürə bilərik. Yəni bəzi böyük hesablamalarda bu cür hesablar apara bilərsiniz. Məsələn A natural ədədini 5'ə böldükdə qalıqda 4 alınır deyirsə, elə A ədədini 4 kimi götürmək olar. Gəlin. A'nın yerinə 4 qoyaq. Bunu hesablayaq. Deməli 4'ün kvadratı üstə gəlsin 10 vurulsun 4, üstə gəlsin 4. 16 üstə gəlsin 40, üstə gəlsin 4. 20, 60. 60'ın 5'ə bölünməsindən qalıq qalmır. Deyə bilərik ki, qalıq 0. Düz hesabladıq mı? 16 üstə gəlsin 40, üstə gəlsin 4. Bəli, düzdür. 6-cı sualda A bölünsün B 7, qalıq 4, B bölünsün C 8, qalıq 3 olarsa A ədədinin 14'ə bölünməsindən alınan qalığı tapın. Deməli, biz bu misalda başlanğıc olaraq bu hissədən başlamalıyıq. Səbəb A'nın B'yə bölünməsi göstərir bizə. Məsələn, mən C'yə minimum 4 rəqəmi verirəm. Yəni istədiyin rəqəmi C'yə verə bilərsən, amma sadəcə C'yə böyük ədəd verdikcə nəticədə sənin A'ya böldüyün B ədədi də böyük olacaq. Amma mən C'yə 4 verirəm. Yəni hansı ədədi versin ifadə ümumilikdə düz alınır. Məsələn, C'yə 4 verəndə B'ni tapaq. 4 vur 8 üstə gəlsin 3. 4 kere 8 32 35. İndi gətirib mən B-nin yerinə
35'i qoyuram. A bölünsün 35 bərabərdir 7, qalıqda 4. 35'i vururam 7'ye. 7 kere 5 A ədədini tapıram 35. 7 kere 3 21. 24. Bəli. 245 üstünə də qalığı gəlməliyəm. 249 14'ü bölək görə qalıqda nə qalır? 1 14 109'u deməli 8 dəfə olmaz. 7 dəfə 7 kere 4 28. 7 kere 1 7 9 1 deməli 1. Cavab elədir 11. Yəni istənilən ədəd qoyub yoxlasanız yenə də 11 cavab alacaqsınız. 7-ci sualda 33'ün kvadratı üstə 55'in kvadrat ədədinin natural bölənlərin sayını tap. İlk növbədə natural bölənlərin düsturunu mən sizə xatırladım. Natural bölənlərin düsturu bu formadadır. Məsələn, tutalım ki, hər hansı bir A ədədi, məsələn, A üstü X, B üstü Z, bir C üstü K bu formada bölünübsə, natural bölən sayı, məsələn, X üstü 1 qüvvətlərin üstünə 1 gəlib, hasilini tapırdıq. Tutalım ki, bir hər hansı ədədin, məsələn 60 ədədini sadə bloklarına ayırsaq, təkrar olmuş olsun. Bu da özüm belə deyirəm ki, həm də siz mövzunu təkrar eləmiş kimi olasınız. Məsələn bu ədədin natural bölənlərin sayını tap desə, 2-ün üstünə 1 gələcəm 3. Qüvvətlərin üstünə 1 gəlirim ha, vuruqların yox. 2'nin üstüne 1 geldim 3. Sonra 1'in üstüne 1 geldim 2. Burada da 1 var. 1'in üstüne 1 geldim 2. Öyle de 12. Yəqin ki bir daha təkrar oldu və xatırladı. Şimdi deməli gəlin keçək biz misalımızın həllinə. Misalımızda bizə deyir ki 33'ün kvadratı üstə 55'in kvadratı. Mən buradan 33'ü yazıram 3'ün kvadratı vur 11'in kvadratı. 55'i yazıram 5'in kvadratı vur 11'in kvadratı. 11'in kvadratı mörtəzə xaricini çıxaracağım. 3'ün kvadratı eləyər 9. 5'in kvadratı eləyər 25. 11'in kvadratı vur. 9'un 25 yazsam 34. 34 ilə 2 vur 17 deməkdir. Və sadə vuruqlarına ayrılmış bir ifadə oldu. Natural bölən sayını tapsam, bunların vuruqlarında 1 var. Onlar 2 üstə gəlsin 1. 1 üstə gəl 1. 1 üstə gəl 1. 3 vur 2 vur 2. 2 2 4 4 3 12. Deməli bu ifadənin natural bölənlərin sayı oldu 12. Keçək 8-ci suala. A bölünsün 4 bərabərdir B qalıq B olarsa alına biləcək qiymətlərin cəmini tap. Deməli ədədi 4'ə böləndə, yəni hər hansı ədədi qalıq bilirik ki böləndən bir vahid ən azı bir vahid kiçik olmalıdır. Əgər ədədi 4'ə bölüblər və qalıqda da B alınıbsa, deməli B ən azı ən çoxu 3 ola bilər. B 3'dürsə, burada da B 3'dür. 2 ola bilər. Burada da 2'dir. 1 ola bilər. Onda burada da 1'dir. 0 ola bilər. Burada da 0 olmaq var. A'nın alabiləcək qiymətlərin cəmini soruşur bizdən. Məsələn, əgər qalıq 3 olarsa A bərabərdir. Burada da B olduğu üçün B də, burada da B də 3'dür. Deməli 4 vur 3 üstə gəl 3. 4 kere 3 A'nın alabiləcək qiymətlərin cəmini soruşur. 4 kere 3 12 15. Digərində 2 olarsa 4 vur 2 üstə gəl 2 10. 1 olarsa 4 vur 1 üstə gəl 1. Deməli 5. 0 da ola bilər. Əlbəttə ki deyiləsi ki nətər mənim qalıq 0. Burada da məsələn 0 böl 4 0. Onda ilə A 0 olar. Bizdən istəyirəm cəmin soruşulan ala biləcəyi 15 10 5 və 0. Elədi 15 20 30.
Sıfırı niye yazdım? Mesela deyə bilər ki, A-nın alabileceği, soruşa bilər ki, A-nın alabileceği en kiçik, mesela tam qiyməti, onda 0 yazmalıyıq. 9-cu sualda A, B, C ve D artan sırayla verilmiş ardıcıl tek ədədlər olarsa D kvadrat çıx A kvadrat, C kvadrat çıx B kvadrat soruşur. D kvadrat çıx A kvadratın açılışını yazsaq, deməli D kvadrat D çıx A, D üstə gəl A. Digər tərəfdən C çıx B, C üstə gəl B. Ardıcıl artan sırayla verilmiş ardıcıl tek ədədlərdirsə, mən başlanğıc olaraq A'ya verirəm 2'nin üstə gəl 1. B olur 2'nin üstə gəl 3. C olur 2'nin üstə gəl 5. D olur 2'nin üstə gəl 7. Gətirib yerinə qoysam, D'nin yerinə 2'nin üstə gəl 7 qoyuram. Çıxılsın. A'nın yerinə 2'nin üstə gəl 1 qoyuram. Qabaqdan mənfi çıx 1 olur. Digər tərəfdən yenə D'nin yerinə 2'nin üstə gəl 7. A'nın yerinə 2'nin üstə gəl 1. Aşağıda C'nin yerinə 2'nin üstə gəl 5. Çıxılsın. B'nin yerinə 2'nin çıx 3. Yenə 2'nin üstə gəl 5. Ve 2'nin üstə gəlinsin 3. İfadəni hesaplasaq, bunu bir kenara formada yazaq dursun burada. Bərabərdir. Buradan 2'lər gedər. 7'dən 1 çıxanda 6. Sonra digər tərəfdən bura eləyər 2'nin üstə gəl 8. Buradan da 2'lər gedər. 5'dən 3 çıxanda 2. Burada 2'nin üstə gəl 8. Buradan 2'nin üstə gəl 8'lər ixtisar olar. 6'nı 2'yə bölsək cavabımız eləyər 3. 10'da ədədi neçə rəqəmlidir? Bu cür ifadələri neçə rəqəmlidir məsələləri, misallar olanda biz sonun 10'a gətirməliyik və onun üstü qüvvətlərinə gətirməliyik ki, ədədin neçə rəqəmli olduğunu tapa bilək. Məsələn, mən bu misalda 8 üstü 17 vurulsun 25 üstü 23. 8'i yazıram 2'nin kubu üstü 17 vur. 25'i yazıram 5'in kvadratı üstünün 23. Bu eləyər 2 üstü 51. 3 17'ye vurulsun 5 üstü 46 bərabərdir. 10'a gətirmək üçün 2 vur 5 əmsalını gətirməliyik bunu. 2 üstü 5'dən az olduğu üçün 46'dan 2 üstü 46 vur 5 üstü 46. 46 dənəsini yazmışam, yerdə qalır 5 dənəsi. 2 üstü 5. 2 üstü 46 vur 5 üstü 46. Üstlərin qüvvətləri eyni olduğu üçün elə mən bunu 10 üstü 46 vurulsun. 2 üstü 5 də 32'dir. 10 üstü 46 ümumilikdə 1'in yanında 46 dənə 0 deməkdir. Bunu da 32'ye vuranda 32'nin yanında 46 dənə 0 yazılır. 2 rəqəm burada var. 46 dənə də 0 ümumilikdə olur 48 rəqəmli bir ədəd. Cavab olur 48. Keçdik 11-ci suala. Natural ədədi 2 açıq 3 ədədinə böldükdə alınan qalıq 12 olarsa A-nın ala biləcəyi ən kiçik natural qiyməti tapın. Natural ədədi 2 açıq 3 ədədinə böldükdə alınan qalıq 12-dirsə, hər hansı x ədədini biz natural ədədi 2A çıx 3'ə böldükdə B qalıqda 12 ifadəsi qalırsa, buradan biz bilməliyik ki 2A çıxılsın 3, yəni bölən qalıqdan böyük olmalıdır. Böyük olmalıdır 12'dən. Hesablasaq 2A böyük olar 3'ü atsam o tərəfə 15. A böyükdür 7,5.
A 7,5'den böyükdürsə A'nın alabileceği en kiçik natural ədəd olar 8. Çünki 7,5'den böyük olan ilk natural ədəd 8'dir və en kiçiyi də o sayılır. ECOB 360, 480 vur, EBOB 240, 180'i tapın. Deməli, mən burada ortaq vuruq çıxartmaqla həll eləyəcəm. Çünki bunları sadə vuruqlarına ayırmaq, yəni vaxt tapar əlavə olaraq. Mesela 360 və 480'dən 120'ni ortaq vuruq kimi çıxardıram. Qalır ECOB 3, 4 vurulsun. 240 və 180'dən də mən 60'ı çıxarda bilərəm ortaq vuruq kimi. Olar EBOB 4, 3. Və buradan fikir versək görərik ki, ECOB 3, 4 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin ECOB olan hasilidir. Şurada vursam 12, vuraram 120'ye, bunu da vuraram. EBOB 4 ilə qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin EBOB-u 1'ə bərabər ilə vur 60 ifadəsi olar. Artıq bu ədədi bir-birinə vurmaqla biz cavabı almış oluruq. 12'nin 12 vuranda 144. Bunu vuraq 6'ya. 6 kere 4 24. 6 kere 4 24 26. 6 kere 1 6 2 ya da 8. 4 6 kere 4 24 24 26 bəli. 864. Yanına 2 0 gəlməmiz yeterlidir cevabı almaq üçün. 13-cü sual ifadəsini tapın. Bu ifadədə də əslində biz ortaq vuruq çıxartmalıyıq və əlavə olaraq da ECOB-u bilirik ki, ECOB ən böyük vuruq kimi götürülür. EBOB ən kiçik ortaq vuruq kimi. Məsələn, mən buradan ECOB-u tapsam, ECOB-u bilirəm ki, ümumiyyətlə ortaq vuruq çıxardanda alınan ifadələr həmişə, yəni tam ortaq vuruq çıxartmısınızsa, alınan ifadələr həmişə qarşılıqlı sadə ədədlər olur. Məsələn, burada fikir versək 3 və 4, 3 və 4 tam çıxartmışsınızsa, məsələn, durub 360'dan 480'dən məsələn 4'ü ortaq vuruq çıxartmışsınızsa, əlbəttə ki, orada alınan ifadələr qarşılıqlı sadə olmayacaq. Yəni tam çıxartmağınıza əmin olmalısınız. Tam çıxartdığınızdan qarşılıqlı sadə olması üçün. Buradan da məsələn ECOB-u baxaram, görərəm ki, 8'dən 4'ə, yəni 8 bölünür. X kubu və y-in kubu qalır. Bəli. EBOB-u isə 12 ilə 9'dan 3'dür. X, yəni ən kiçiyini götürməliyik. Kvadrat, y kvadrat bunun EBOB-u edir. Və bir hədlərin vurulmasında əmsalları bir-birinə vururuq. 8 3'ə vuranda 24. Dəyişənləri vuranda eyni dəyişənlər üstləri toplanır. Əmsallar bərabərdir. 2 üstünə 3 5, 3 üstü 2 5, y üstü ifadəsini tapın. Bu formada bir cevap alınır və gəldik sonuncu suala. Sonuncu sualda EBOB ECOB-a aid olan maraqlı bir sualdır və ECOB 2n vur 3n üstə gəl 2, A'sı budur, B'si budur. Olarsa ifadənin cavabını bizdən istəyir. Gəlin tapaq görək ifadənin cavabı nə olar. Deməli, ECOB AB'də. A'da biz ən böyüyünü göstərməliyik. Məsələn, mən əgər ECOB A'nın yerində duran 2n və 3n plus 2-dirsə, B'nin yerində duran vuruqlar, məsələn, A'nın yerində duran vuruqlar, tutalım ki, A'nın yerində duran vuruqlar bulardır da. 2n, 3n və 3 üstü 2. B'nin yerində duran vuruqlar 2n, 2 və 3n. Yəni mən bunu ECOB-un tapıramsa, əlbəttə ki, ən böyüyünü götürməliyəm. Burada məsələn 2-nin üstə gəl 1'i, məsələn B'dən vuruğu götürməliyəm. Ortaq vuruq kimi 2'nin üstə gəl 1'i və 3 vuruğundan da götürməliyəm 3n üstə gəl 2'ni. EBOB-unda isə götürməliyəm. EBOB-unda götürməliyəm. Ən kiçikləri, məsələn ortaq olan tam 2'ni götürməliyəm. Buradan isə yalnız 3'ni götürmək kifayət edər bizə. Və bu misaldan
2 vur 2, 3 vur 9, 2 3 3 enlər gedir, 2 enlər gedir, 2 9'a vuranda cevabımız olar 18. Bayaq da səsləndirdiyim kimi növbəti sınaqda da biz artıq natural ədədlərin ikinci sınağın növbəti həftə verəcəm. Növbəti həftədə də ikinci sınaqda natural ədədlərin tam əkob, əbobun sıx düşən sual tipləri və əlavə olaraq natural bölənlərin sayı, mürəkkəb bölənlərin sayı, sadə bölənlərin sayı tam mövzu izahı kimi test izahında verəcəm. Sağ olun, təşəkkür edirəm.